Biz öyrəndik ki, new project deyəndə Java project deyəcəyik, IntelliJ ID açılanda. Oradan new project dedik və bax yenə göstərirəm, təkrar üstündən getmək kimi olsun. New project seçəndə, burada biz Java project seçirik. Buradan SDK-nı buradan da seçə bilərik. Hansı Java versiyasını istəyirsə, JDK-nı daha doğrusu. Buradan da seçə bilərik. Sonra proyekt yaranandan da sonra dəyişə bilərik. Yəni fərqi yoxdur. Hər ikisi də işləyir. Və yaxud da ki, bizim istədiyimiz JDK burada yoxdursa, əgər kompüterimizə yüklənmiş formada varsa, buradan add eləyə bilərik. Baxın, seçə bilərik. Və yaxud da ki, yox, o da yoxdursa, birbaşa internetdən download eləmək istəsək, buradan istədiyimiz versiyanı seçib və onu download edə bilərik. Bunları keçən dərs göstərmişdik, düzdür? Və sonra yeni proyekt yarananda bunu əgər biz vursaq, bizə default bir dənə hansı ki, hazır proyekt yükləyəcək. Biz deyirik ki, yox, istəmirik. Biz blank, boş bir proyekt yaratmaq istəyirik. Və proyektin adını yazırıq. Da ki, bugünkü dərs olacaqdır data type'lar. Bəlkə başlığına lesson lesson to data types və buradan biz proyektimiz hara yüklənməyini istəyirsə onu seçirik. Burada default gəlir. İstəsək buradan dəyişə bilərik. İstədiyimiz folderi hara istəsək onu seçə bilərik. Ki, desktopa istəyirik desktopa. İndi D diskini, məndə indi Mac-dir, sizdə CD disklər var da. D diskini istəyirik desktopa, dokument folderinə istəyirik, ora fərq yox, hara istəsək ora. Etdikdən sonra sadəcə finish edirik, create deyək. Create olunur və gözləyirik. Aşağıda yükləmələr qutarandan sonra baxın boş bir. Biz əgər desəydik ki, bizə o seçmiş olsaydıq, bizə hazır proyekt yükləyəcəkdi. Amma biz onu seçmədiyimizə görə bizə boş bir proyekt yükləndi. Bunu keçən dərs eləmişdik, prosedürdən zərb göstərmişdik, amma izah eləməmişdim strukturu. İndi ucu strukturu izah edirəm. Burada yeni bir klas yaradırıq. Yeni klas yaradarkən, baxın, new deyəndə, new file deyəndə, görürsünüz, klas yarada bilərik, interfeys yarada bilərik. Bu interfeys nədir? Bunlar gələcək dərslərdə göstərəcəyik inşallah. Hələ ki, biz klassla işləyəcəyik. Klas olsun, nə qoyaq? Adını data types deyək. Və ad yazarkən birləşik, yəni bu formada yaza bilməyəcəyik. Yəni belə yazmalıyıq. Yəni birləşik bir-birinə. Yaranarkən baxın gördünüz, bir dənə klass yarandı. Keçən dərs keçmişdik, hə, qoy orasını deyim və burada sout. Biz burada yazdırırdıq hello world, düzdür? Bura kimi keçənki dərsimiz idi. Və bunu run eləyəndə, buradan da run eləyə bilərik, baxın görürsünüz, buradan da run eləyə bilərik və yaxud da ki, buradan da run eləyə bilərik və yaxud da ki, buradan sağ düyməni vurub, buradan da run eləyə bilərik. Yəni, bir neçə yerdən run eləyə bilərik. Və biz run eləyən kimi kodumuzu, baxın, burada hello world yazıldı. Bura kimi bizim keçən səfərki mövzumuz idi. Və bura kimi sadəcə göstərmişdik, amma bunları izah eləməmişdik. Bu səfər üstündən overall keçmək istədim. Bu dərsimiz nədən ibarətdir? Bu dərsdə biz öyrənəcəyik data tiplərini, primitiv data type'lar, non-primitiv data type'lar, sonra onların fərqləri, operatorlar, string xarakter istifadəsi. Yoxdur. Belə, keçirik. Hansı ki bizim 8 növ primitiv data tipimiz var, byte'dır. Ölçüsü 8 bitdir və default dəyəri 0 qaytarır. Yəni, əgər dəyər gəlmirsə ona geriyə 0 dəyəri ötürür və kiçik ədədlər üçün, yəni mənfi 128 və müsbət 127 arasında. Bu nə deməkdir? Bunu sizə izah edeyim. Byte A bərabərdir 127. Baxın, heç bir problem yoxdur. Düzdür? Error zad yoxdur. 128. Baxın,
Nə deyir? Erroruna da baxın. Burada niyə tam error göstərmir? Aha, byte deyil. Amma artıq baxın deyir siz bura int yazmalısınız. Nəyə görə? Çünki mən burada da göstərdim. Bir byte maksimum, daha doğrusu minimum -128 ola bilər. -128. Maksimum isə müsbət 127. Yəni 127-yə kimi byte işlədə bilərik. Amma biz 128 və yuxarı rəqəmlər istifadə və yaxud da ki, -128-dən sonra -129, -150 istifadə eləmək istəyirsə, artıq byte istifadə eləyə bilmərik. Ondan sonra keçir biz short'a və onu yaddaşda 16 bit yer ayırır. İndi ən sonunda deyəcəm ki, biz hansı zaman hansını istifadə etməliyik deyə. Bu yaddaşda 16 bit yer ayırır və onun ölçüsü -32768-dən müsbət 32767-yə kimidir. Bunu da burada yazsaq, short bərabərdir 32767. Düzdür, error vermədi. Amma versək, baxın, yenə bu da həmçinin. Bayaq necə ki, byte-da verdi. Burada da, yəni 32767-dən sonra artıq bizim böyük rəqəmimiz olacaqsa, biz onu short yox, artıq keçməliyik orada int-ə. Biz int Yəni bu istifadə byte etməliyik. A, byte B-ni siz yazdınız, yoxsa o özü verdi ora byte A, byte B yazdınız? Bunu deyirsiniz. Baxın, hə, Özüm burada. yaradıram, özüm yazıram. Hə. Sadəcə, baxın, bu dəyərin adıdır. Hə, Bu dəyərin adıdır. A, B, nə bilim, bura ola bilər age. Nə bilim, bura ola bilər number. Nə istəsək yaza bilərik. Düzdür? Bu bizim verdiyimiz addır. Bu onun tipidir. Tip nədir? Yəni bu byte'dır, integerdir, stringdir, nə bilim float'dır, double'dır. Bunun tipini göstərir ki, bu onun tipidir. Bu da onun dəyəridir. Yəni number'in dəyəri 127-yə bərabərdir. Burada B-nin dəyəri 32767-yə bərabərdir. Onun tipi shortdur. Anlada bildim? Bəli, bəli. Aha. Bunu deyəndən qaytarım. Ay. Biz bura aralıqla yaza bilirik. Məsələn, 127-nin yerində tutaq ki, 127 aralıqla, elə bir ki, probellə 128 versək tutaq ki. Elə bir şey eləsə neyəcək? Hə, orada verəcək xətanı. Ola bilməz. Xeyr, ola bilməz. Əgər biz integer dəyər əlavə eləyiriksə, indi stringdə o olacaq. Onu göstərəcəm sizə. Əgər biz int primitiv dəyərlər əlavə eləyirsə, qısaca deyək. Əgər biz primitiv dəyərlər əlavə eləyiriksə, hansı ki, burada gördükləriniz, bunların heç birini aralıqdan etmək olmaz. Olmayacaqdır. Əgər biz non-primitiv dəyərlər əlavə eləyəcəksə, onlarda olacaqdır. Onu da göstərəcəm sizə. Aha. Burada integer 32 bit yer ayırır və ən çox istifadə, daha doğrusu bunun da ölçüsü nə qədərdir? 3, 6, 9. Deməli 2 milyard 2 milyard 147 milyon 483 min 648 mənfidən müsbət ona kimi də bir aşağı. Yəni bu qədər. Yəni bundan yuxarısını versək, o da error verəcək ki, artıq sən longa keç, longa. Burada da gördünüz nə qədərdir. Dəyərlərin hamısını yazmışam. Düzdür, bunu bu bəlkə də soruşula bilər burada. Amma buradan bu tərəfə heç kim soruşmaz ki, onun ölçüsü nə qədərdir. Yəni bu heç şeydir, böyük rəqəmdir, onu etkiləyirsə. Amma mənasını əsas bilin ki, hansı vaxtı, hansı istifadə olunacaq, onu da sonda deyəcəm sizə. Longda baxın 64 bit yaddaşda yer ayırır. Geri dəyər əgər hansı cavab qayıtmayanda 0 el kimi düşür. Float 32 bitdir. Float bizə nə zaman lazım olur? Kəsirli hissələrdə. Tutaq ki, 5-i 3-ə bölürük, nə eləyir? 1 tam nə qədərsə, düzdür? Nə qədərsə. Əgər biz o, məsələn, intdən eləsək, intdən, o
tam hissəsini göstərəcək. İndi onu da dəstəkləyəcək. Kəsr hissəsini göstərməyəcəkdir. Ona görə biz onu float da yazırıq ki, o tam hissəsi baxın bu formada düşsün. Məsələn, mənfi nə idi? 1.23f. Yəni float f də yaza bilərik, yazmaya da bilərik. Yəni o bilinir avtomatik ki, bu floatdır. Bir də var double. Double isə ümumiyyətlə floatda belə bir şey var ki, bu arxa təxmini, yəni 2-3 vergüldən sonra double isə konkret dəqiq rəqəm alınır və o da məsələn adı pi, bu 3,14 159 pi-dir də. Bəli. Mənim sizin səsiniz getmişdi. Bir də təkrar edə bilərsiniz. Hala qalmışdıq floatda. Yox, double-da. Siz double elə double-da, onda elə double-da 64 bitdir. Yaddaşda yer ayırır 64 bit və o daha dəqiq rəqəmlər, yəni adi pi rəqəm var, 3,14159 gəlir. Yəni onları double-la yazırıq. Hansı ki o hesablamalar bizə hansı ki vergüldən sonra neçə rəqəm dəqiq bilinsin deyəndə. Sonra char var. Charda simvol, hərf, rəqəm nə istəsək yaza bilərik. Onları bir-bir göstərim sizə. Bir dəqiqə. İntelict. Deməli bizdə var. Nələr keçdik? Short, int, long, float, double. Short dedik. Sonra gəlir int c bərabərdir. Tutaq ki 5, 4 fərq yoxdur. Sonra var long. Bu formada yazılır. Və 7. Sonra gəldi float. O 3.9. Niyə? Vergüldən F-si yanında. Yanında F yazasam. Double. F. Bunu da yanında D yazır. Double olanda D, float olanda F yazılır. Ondan sonra nə qaldı bizdə orada? Double char. Char yalnız bir hərflər. Bunların hər birinin öz istifadə yeri olacaqdır və deyəcəm ki, harada istifadə olunur. Bir hamısını göstərim. Charda yalnız baxın bir simvol. Belə ikincini yazanda görürsünüz error verir. Ki artıq bu baxın görürsünüz too many character in character literal. Yəni deyir ki, burada çox var. Yalnız bir. Bunu yaza bilərik. Təkcə ulduz qoya bilərik. Təkcə rəqəm qoya bilərik. Yəni bir dənə qoya bilərik. Birdən çox yazsaq o error verəcəkdir. Bir də var boolean. Boolean nədir? True false. Bu elədir yoxsa yox. Geriyə true və yaxud da ki false dəyər qaytarır. H vermişik. Əlifba sırasına. Baxın, ya true-da dəyər yaza bilərik buna. Ya da false. Bunlar da harada istifadə olunur. Hamısını gələcək dərslərimizdə hamısını biləcəyik inşallah. Bizim 2, 4, 6, 8. 8 dənə oldu primitiv data tiplərimiz. İndi sual verə bilərsiniz ki, bu elə biz bir dənə longu istifadə eləyək də bu int nəyə lazım idi, short nəyə lazım idi və yaxud da ki byte nəyə lazım idi. Belə sual gələ bilər.